Bəs qan təzyiqi normal səviyyədən aşağı olarsa nə baş verir? Öncəki videolarda qan təzyiqinin nə olduğunu və yüksək olarsa nə baş verdiyini izah etdim. Bu videoda isə aşağı durumunu danışaq. Belə ki, ümumi götürülmüş standarta əsasən təzyiq, qan təzyiqinin normal həddi 120-nin 80 hesab olunur. Təbii ki, bu yaşa və insanın anatomiyasına bağlı olaraq müəyyən qədər dəyişkənlik göstərə bilər. Bəzi insanlarda isə 110-dan 70 artıq onların özünü çox yaxşı hiss etdikləri təzyiqdir. Və əgər təzyiq aşağı düşərsə nə baş verir? Dediyim kimi, ürək müəyyən təzyiqlə damarlara qan qovur. Bu qovulan damarlara qovulmuş qan bizim beynimizə gedir, bizim böyrəklərimizə gedir, ayaqlarımızın ucuna qədər bütün bədənimizə yayılır, özündəki oksigeni və qida maddələrini toxumalara çatdırır, mübadilə proseslərində önəmli rol oynayır. Əgər bizim ürəyimiz yetərli qədər təzyiqlə qanı orqanlara itələyə bilməzsə, bu zaman nə baş